Azərbaycanda son günlər içində zəhərli dəmir parçası olan həbin şəkli sosial şəbəkələrdə ciddi müzakirə olunur. İnsanlar təşviş içindədir. Çünki insanların telefonlarının, WhatsApplarına da göndərilib bu şəkil və ehtiyatlı olun başlığı ilə. Özünüz görürsünüz şəkli. Deməli, oxuya bilirsiniz şəkildə İsraildə istehsal olunmuş və hal-hazırda apteklərdə satışda olan parasetamol dərmanlarının tərkibində dəmirdən balaca və zəhərli sim var və bu ölümə səbəb olur. Çox xahiş olunur ki, sizdən həblərə istifadə etməmişdən qabaq sındırın və həblərin boş olduğundan əmin olun. Bu mesajı sizə dəyərli olan insanlarınıza göndərin. Və hərf səhvlərlə yazılmış bir fotoşəkil bölüşülüb insanlarda təşviş yaradıb. İndi biz bu mövzunu araşdırmağa çalışırıq. Şəkli Azərbaycanda mı çəkiblər? Sualımızı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəsmisi Pərviz Əzbəyev cavablandıracaq. Xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Xoş gördük, sabahınız xeyir. Həmkarım Sevinç Eminzadə də bu mövzuda sizə sualları ünvanlayacaq. Pərviz müəllim, sizə belə bir həblə, kimsə əlində həmin həbi tutub, bu bölünmüş həbi tutub, gəlib müraciət edib mi ekspertiza kimi? Bir daha sabahınız xeyir olsun deyirəm. Əlbəttə ki, belə bir hadisə Azərbaycanda baş verməyib, yəni ilk olaraq onu demək istərdim. Bu məlumat ilk olaraq Rusiya Federasiyasında yayılıb, Rusiya Federasiyasının uzaq şərq bölgəsində və hər hansı bir sosial şəbəkələrdə bu məlumat gedib. Bundan sonra bu məlumat sosial şəbəkələrdə yayılaraq Qazaxıstan və digər ölkələrdə və indi də Azərbaycanda belə bir məlumatlar yayılıb. Bildiyiniz kimi çox da vaxt keçməyib, bir ay bundan qabaq yenə də belə buna oxşar informasiyalar yayılmışdı və qeyd etmək istərdim ki, bu informasiyanın mənbəyi və mənşəyi məlum olmayan, yəni heç bir mənbəyi olmayan bir informasiyadır. Azərbaycanda belə bir hal baş verməyib. Dərman vasitəsi göstərildiyi kimi orada İsrail istehsalı dərman vasitəsi göstərilir. Azərbaycanda İsrail istehsalı olan parasetamol dərman vasitəsi satışda yoxdur, qeydi-dövlət qeydiyyatı yoxdur. Lazım idi sən demə. İsrail istehsalı olan parasetamol Azərbaycanda ümumiyyətlə satışda yoxdur. Xeyr. Yəni, bəli, bu informasiya yenə dediyim kimi mənşəyi və mənbəyə məlum olmayan bir informasiyadır, heç bir əsas olmayan bir informasiyadır. Dərman vasitələrinin təhlükəsizliyinə, keyfiyyətinə Səhiyyə Nazirliyi tərəfindən çox ciddi nəzarət olunur. Səhiyyə Nazirliyinin bu sahəyə nəzarət edən milli nəzarət edici orqanı Analitik Ekspertiza Mərkəzi tərəfindən bütün dərman vasitələri, nəzarət tədbirləri həyata keçirilir. Onun istehsalçıdan tutmuş pasiyentə qədər gedən bütün yolunda, mərhələlərdə bütün o zəncirdə nəzarət tədbirləri tərəfimizdən həyata keçirilir. Siz dediniz ki, İsraildən bizə parasetamol gəlmir və Nigar bir qədər arxayınlıqla dedi ki, ondan narahat olmağa dəyməz, amma digər ölkələrdən, digər dərmanlarda bizə daxil olur axı və biz necə əmin ola bilərik ki, bu cür hadisələr digər dərmanlarda aşkarlanmır? Bayaq da qeyd etdiyim kimi, bütün dərman vasitələri ölkəyə idxal olunmamışdan qabaq, istifadəsinə icazə verilməmişdən qabaq onların dövlət qeydiyyatına alınır. Və dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra onun dövlət qeydiyyat vəsiqəsi verilir və dərman vasitələrinin dövlət reyestrinə salınır. Və 5 il müddətinə bu dövlət qeydiyyat vəsiqəsi qüvvədə olur. Buna baxmayaraq, yenə də hər dəfə dərman vasitəsi ölkəyə idxal olunan zaman Gömrük Xidməti əməkdaşlarının və Səhiyyə Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə idxal olunan nəqliyyatdan bütün dərman vasitələrinin hər bir seriyasından nümunələr götürülür. O nümunələr Səhiyyə Nazirliyinin laboratoriyasında yoxlanılır və bütün ekspertizalardan keçdikdən sonra onun əgər keyfiyyəti ilə bağlı heç bir kənara çıxmalar aşkarlanmırsa, həmin dərman vasitəsinin ölkəyə idxalına və istifadəsinə icazə verilir. Siz qeyd elədiniz ki, deməli bu dərmanlardan nümunə götürülür. Təbii ki, məsələn, dərmanın içində 10 həb varsa, onun bilirsiniz, 10 həbdən hansındasa belə bir dəmir parça ola bilər. Siz onu sındırıb hər halda hamısına bir-bir baxmayacaqsınız ki, insanların əgər rastına çıxsa belə bir hal, onda nə etməlidirlər? Ümumiyyətlə, dərman vasitəsindən bağlı hər hansı bir şübhə yaranarsa vətəndaşlarda, mütləq olaraq bütün əczaxanaların, apteklərin üzərində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin qaynar xətt telefonu mövcuddur. Çox gözəl. Həmin telefon vasitəsilə, həmin qaynar xətt vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər və biz şübhə yaradan dərman vasitəsi haqqında ətraflı məlumatı həmin şəxsə verə bilərik və o, əgər hər hansı bir doğrudan da şübhə yaradacaq bir məsələ olarsa, onun araşdırılması tərəfimizdən aparılacaq və onu da qeyd etmək istərdim ki, hal-hazırda bizim qaynar xəttdə genişləndirilməsindən bağlı rəhbər
rəhbərlik tərəfindən, yeni rəhbərlik tərəfindən göstəriş verilmişdir və indi çağrı mərkəzi yaradılacaqdır və qaynar xəttin də bu nömrələr artırılacaqdır və yenə də dediyim kimi bütün bu məsələlərlə bağlı həmin qaynar xəttə müraciət oluna bilər. Hal-hazırda olan nömrəni səsləndirməyinizi Hal-hazırda 596-07-12 nömrəsidir, bütün apteklərin üzərində var və yeni nömrələrimizdə fəaliyyətə başlayandan sonra biz ətraflı olaraq mümkünsə bir daha təkrar edək. olaraq məlumat verəcəyik. 596-07-12 596-07-12. Ekranda görürsünüz nömrəni, yaza bilərsiniz özünüz üçün. Siz də qeyd elədiniz. Deməli, bir müddət əvvəl belə bir xəbər çıxdı, yayıldı. Yenə telefonların, WhatsApp-larına göndərdilər ki, dərmanlardan 12 uşaq öldü. Allah uzaq eləsin. İndi belə bir xəbər. Və mən müşahidə edirəm, sanki bu dərman qiymətləri aşağı düşən, aşağı salınan vaxtdan belə sanki kampaniyalar aparmağa başladı kimsə. Bilməm, bu rəqabət aparan şirkətlərdir, yoxsa nə düşünürsünüz, nə məsələdir? Valla, əlbəttə ki, belə informasiyaların yayılması, bu düzgün olmayan informasiyaların yayılması heç də yaxşı bir hal deyil. Yəqin ki, bu informasiyaların belə yayılmasından bağlı müvafiq orqanlar məşğul olub və lazım tədbirlər görəcəklər. Əgər bu informasiya düzgün deyilsə, bu düzgün olmayan informasiyanı yox eləməyin yeganə bir üsulu var. Düzgün informasiya yaymaq. Yəni rəsmi açıqlama. Bəli, rəsmi saytınızda rəsmi açıqlamalar yerləşdirilirmi? Çünki əgər insanlar arasında bax bu cür belə deyək də səhv məlumatların yayılması, qorxu yaranırsa və niyə görə Səhiyyə Nazirliyi rəsmi açıqlamalar etmir? Ən azından öz səhifəsində. Mətbuat konfransı hətta keçirmək ola bilər. Bəli, xarici ölkələrdə çünki hər bu cür bir skandal mətbuat konfransı ilə müşahidə olunur. Bilirsiniz, ölkədə əgər hər hansı bir dərman vasitəsindən bağlı nəsə bir problem olursa, nəsə bir anlaşılmazlıq yaranırsa, əlbəttə Səhiyyə Naziri tərəfindən buna rəsmi açıqlama verilir. Amma bu konkret faktla əlaqədar, bu Azərbaycanda olmayan bir faktla əlaqədar, yəni bu Rusiya Federasiyasında olub, digər ölkələrdə olub. Ona görə yəni sizin bu məsələ ilə bağlı, indi qaldırdığınız məsələ ilə bağlı mən də yəni Səhiyyə Nazirinin mövqeyini bildirirəm ki, yəni belə bir məlumat olmayıb və Səhiyyə Naziri də mütəmmədi olaraq belə məlumatlarla bağlı və yaxud da ki, digər məlumatlarla bağlı Səhiyyəyə aid mütəmmədi olaraq öz rəsmi saytında məlumatlar verir və o pres relizləri yerləşdirir. Yaxşı, baxın, belə hallar hansısa ölkəyə dərman gətirən şirkətlərin nüfuzuna və işinə xələl gətirmək məqsədi güdə bilərmi? Yəni, yenə deyirəm, bu informasiyanın əsası və mənbəyi bilinmədiyindən, bunun nə məqsədlə yayıldığı bilinmədiyindən, yenə deyirəm, müvafiq orqanlar bununla yəqin ki, məşğul olub, yəni araşdırılacaq ki, bu informasiya nəyə görə yayılıbdır. Bizim dünənki buraxılışımızı da biz bu məsələyə əslində həsr etmişdik və həkim ekspertimiz qeyd etdi ki, bəzi qripə qarşı olan dərmanlar da onlar ziyanlı ola bilərlər. Buna nə cavab verə bilərsiniz rəsmi tərəf olaraq? Ümumiyyətlə, bütün dərman vasitələri istifadə həkimin tərəfindən təyin olunan o istifadə miqdarında, dozasında və formasında və vaxtlarda istifadə edildikdə o dərman vasitəsi kimi təsir göstərir və bildiyiniz kimi bütün dərman vasitələrinin əlavə təsirləri var, əks göstərişləri var. Yəni ona görə də dərman vasitəsini istifadə edən zaman bu istər bayaq dediyiniz kimi qrip dərmanları, istərsə də digər dərmanlar mütləq olaraq həkimin təyinatı əsasında və göstərişi əsasında istifadə etmək lazımdır ki, hər hansı bir fəsadlar baş verməsin. Siz bayaq qeyd elədiniz ki, bu həbin şəkli yayılıb Rusiyada, bir neçə ölkədə. Amma biz də bir araşdırma elədik Facebookda və məlum oldu ki, Carlos adlı, belə deyək də, bu adla açılmışdır. Filippin vətəndaşı, deməli, oktyabrın 20-sində o yayıb. Görmək mümkündür onu, həmin şəklimiz var bizim. Deməli, oktyabrın 20-sində yayılıb həmin bu Filippin vətəndaşı öz sosial şəbəkəsində və orada inanın ki, parasetamol adı belə çəkilmir. Sadəcə bir həbdir və insan məsləhət görür ki, həbi içməzdən əvvəl onu bir neçə yerə bölün. Baxın, 2 yerə bölün. Elə dünənki həkim də bizdə qeyd elədi. Yəqin elə siz də bu məsləhəti bilərsiniz ki, 4 yerə bölün həbin həm eyni cinsli olmasına əmin olun
olun, həm də içində yad cisimlərin olmadığına əmin olun. Sadəcə yəni bundan ibarət idi. Məsləhət idi ki, həb bölün və əmin olun ki, bir şey də qeyd etmək istərdim ki, yəni bütün həblərin bölünməsi də düzgün deyil. Elə həblər vardır ki, onların üstü xüsusi örtüklə örtülür ki, bu kapsullardan başqa elə tabletlər də var ki, onların üstü xüsusi örtüklə örtülür ki, bu da həzm sisteminin, yəni mədədə onun tez həll olunmaması üçün hamısını bölmək lazım deyildir. Ona görə bəli, dərman vasitəsinin bölünməsinə ehtiyac yoxdur. Dərman vasitəsi bayaq da dediyim kimi, əgər dərman vasitəsini aptekdən alan zaman dərman vasitəsinin qutusunla bağlı heç bir problem yoxdursa da, qutusunda pozuntular yoxdursa da, onun seriyası, istifadə tarixi, son istifadə tarixi aydın oxunursa və heç bir şübhə yaranmırsa, dərman vasitəsinin üzərində nəzarət markası varsa, o dərman vasitəsini rahatsızlıqla alıb istifadə etmək olar. Çox sağ olun, amma mən ümid edirəm ki, növbəti belə hal olmaz. Əgər olarsa da, yəni mediadan bizdən əvvəl buna Səhiyyə Nazirliyi reaksiya verər və ən azından şəkildə, ən azı səhifələrində, rəsmi səhifələrində bu barədə insanlarda təşviş yaranır onun tez qarşısını almaq üçün. Bayaq qeyd etdiyim kimi, Səhiyyə Nazirliyi bütün belə informasiyalarla bağlı öz rəsmi internet saytında mütəmadi olaraq məlumatlar yerləşdirir. Çox sağ olun, çox təşəkkür edirəm. Studiyamıza gəldiniz, suallarımızı cavablandırdınız.